Nəsihət. Qara gözlü, ipək saçlı qızlarımız, sizsiz bizim damarımdakı qanımız. Bu həyatda xoşbəxt olmaq istərdiniz, onda dediklərimə əməl ediniz. Gülər üzlü olsun hər an bu çöhrəniz. Ata, ana, axıla kömək ediniz. İncitməyin bu həyatda cavanları, bezdirməyin özünüzdən siz onları. Hörmət, izzətlə yanaşın siz onlara, heç bir zaman inanın düşməzsiz dara. Açarsızsa qoca tənha qapısını, görməzsiniz evladların acısını. Ayırmayın ananızı qaynanadan, görəcəksiz ruzu gələcək aradan. Can sağlıqla ömrü verəcəksiz başa, ayağınız heç bir zaman dəyməz daşa. Nəsihəti boş-boşuna deməyirəm, bu sözləri qızlarıma söyləyirəm. Deyirəm, əli açıq olun həyatda, gününüz keçər inanın bağ-bağatda. Kin-küdurət olmasın bu qəlbinizdə. Bu həyatda çox şən keçər gününüzdə. Çalışın, hörmət edəsiz insanlara. Bu sözləri deyirəm mən cavanlara. Peyğəmbərim deyib ki, yaxşılıq edin. Qanmayana yenə də yaxşılıq edin. Bir gün gələr o səhvini başa düşər. Ağlar olan gözləri ilə üzr istər. Şəhla Günay bu sözlərə əməl edib. Xoş keçən hər günlərindən sizə deyib. Namusla, qeyrətlə illər verib başa, bugünkü gündə yarıyla hər an qoşa. Bugünkü gündə yarıyla hər an qoşa.